Mən düşünürəm ki, bax bu Alona Əliyevanın reklamı, məscidə aparmağı, uşaqlara velosiped hədiyyə eləyib və s. Bu bizə cavabdır. İlham Əliyevin bizə cavab verir ki, mən daha çox pul buraxacam. Amma yəni Alona Əliyevadan vaz keçən deyiləm. İndi məsələ nədir? İlham Əliyev gör necə şəxsiyyətsiz adamdır ki, o əvvəllər bu olmayıb. Alona Əliyevanı Gəncəyə aparanda şəhid analarının yanına aparıb. Onun imicini gör necə təmizləmək istəyir. Yəni bu adam, ay cəmiyyət, siz deyirsiniz ki, bu pozğundur, əxlaqsızdır, qucaqlarda olub, amma həm də şəhid analarını istifadə edərək onların yanında şəkil çəkdirir, bunu paylaşır, ay nə bilim, şəhid anasını qucaqlayır. Sanki bu bir mələkdir. Yəni bütün bu bizə cavabdır. Yəni bu planlaşdırılmayıb ki, ASTV-də bunu insanlara göstərsin ki, baxın, Alona uşaqlara velosiped alıb, Alona məscidə gedib. Bu bizlə İlham Əliyev belə hesablaşır. Çox mənasız və düşük hərəkətdir. İlham Əliyevin əgər vicdanı, qeyrəti, namusu olsaydı, özü bir açıq müşavirə keçirərdi və açıq aydın deyərdi ki, biz belə qızı qəbul eləyirik, biz o Təminə Zaurdan bir stat var da, biz bunu belə qəbul eləyirik, Heydər Əliyev, balaca Heydər Əliyev kişidir, kişi nümunəsini gətirib. Amma bütün günü bizim şəxsi həyatımıza burun soxan, bizə şər atan, bizə ləkə yaxan, namus qeyrətdən bu xalqa dərs keçən İlham Əliyev hələ də ağla batan cavab verə bilmir. Və biz də, o bizə şər atır, bizim ailə üzvlərimizə, bizim şəxsi həyatımızla bağlı bizə şər atır. Amma biz faktlarla göstərdik ki, elə ölkənin ən böyük əxlaqsızı, namussuzu, qeyrətsizi elə İlham Əliyevin özüdür. Biz bunu faktlarla sübut elədik. İlham Əliyev bizə cavab verə bilmədi və İlham Əliyev indi şəhid analarını, balaca uşaqları, əlil uşaqları, bax fikir ver, hansı addımları atır. Şəhid ailələri ilə heç vaxt Alona Əliyevanın birgə görüntüsü olmayıb, getməyib. Olmayıb. 2022-ci ildən bəri 4 ildir ki, belə bir şey olmayıb. Çox həssas məqam yaranıb. Özünü təmizə çıxartmaq üçün şəhid, müqəddəs şəhid adından istifadə edir. Tam doğru. Bu əxlaqsızlıqdır. Bu tam böyük əxlaqsızlıqdır. Deməli, əlil uşaqlardan istifadə eləyir, şəhid analarından. Bax, indi görəsən, gələn həftə biz yenə kinomuzu buraxandan sonra, bu mövzu yenə aktual olandan sonra qazilərlə görüş keçirdəcək, qaziləri də qucaqlayacaq, sanki bu qazilərin qayğısına qalan bir mələkdir. Biz artıq bilirik, amma bu düşüklükdür, bu ən böyük əxlaqsızlıqdır. Biz demirik ki, ay İlham Əliyev, çıx bizə cavab ver ki, niyə bu qucaqlarda gəzib, niyə bu adet? Biz deyirik ki, ay İlham Əliyev, bunu gözümüzə soxma. Bizi gözümüzə soxma və niyə bu adam dövlət büdcəsindən qidalanır, özünə bahalı geyimlər alır? Niyə bu adam Azərbaycan xalqının taleyini həll eləməlidir? Niyə bu adam Alona Əliyev Azərbaycanın gələcəyini həll eləməlidir? Niyə bu adam gəlib vəzifədə oturmalıdır, bizə qanunlardan danışmalıdır? Niyə bu adam Azərbaycan dilini bilməyə gəlib Azərbaycan alimlərinə Azərbaycan dili adlı leksiya keçməlidir, dərs keçməlidir. Bax, bu qəbul edilməzdir. Xalq bunu qəbul etməməlidir. Biz imkan verməməliyik ki, Alona Əliyeva kimi həm savadsızlar, həm əxlaqsızlar, həm rüşvətxorlar, korrupsionerlər gəlib bu ölkənin başına keçsin.